Herkese salam dostlar, mən Hüseyin, necəsiniz, nə var, nə yox, keyfiniz, əhvalınız. Bəli, arada yenə videoları çəkməyə başladım. Video çəkdiyim yanımdan çıxdı atmayı. Gələk yenə çəkim. Amma bu səfər gedib atacam, qərarlı yanındayım. Bilməm, nənəsə öyle yadımdan çıxır elə video atmaq. Onu səfər bildim ki, mən gedib atacam bu videoları. Özümə söz verdim. Yəni bir baxsam, bir yaya qədər təzən bir 50 abunə falan yığaram da baxaram. Siz də bir abunə olsunuz. Bilərəm. Nəysə. İndi evdən çıxdım. Məktəbə edirəm. Təbii ki, əlimdə topla. Nəysə. Topla da belə məktəbdə uşaqlarla oynayacaq. Onlara xoşlar gəlirlər. Bir gün aparmadım. Keçən hafta. Üçüncü gün. Dedilər, niyə topu gətirməyibsən? Mən dedim, yanından çıxıb qalıb evdə. Nəysə, belə də. Sizdə havalar necə? Burada gün çıxıb. Bulud yoxdur, maşallah. Burada alçılarımız yetişib. Görə bilirsiniz bəlkə. Alçılar yetişib burada. İndi bir dəfə dadına baxmışıq. Amma tam da öyle yetişməyib. Çünki belə tumu tam yetişməyib. Belə içinə dadına baxdım. Həm çox turş fason idi. Qəribə dadı var. Yəni. Ayın axırına qədər hələ işi var onun. Bax şey. İndi bilmirəm bu. Belə yaşıl qalacaq, yoxsa qızaracaq. Orasını mən bilmərəm. O bir yanda lap o izdə. Bizim binadan da o izdə. Belə sarı alçan. Onu birdən-birə kəşf elədim. Dadı da yaxşı idi, hələ dərdim. Gətirdim evdə, anam vardı, pişirdi evdə. Dadı qəşəngdi. Keçən il belə yetişmədilər. Yetişmişlər, güclü bir dənə şaxta gəldi. Keçən il. Keçən il bir dənə güclü bir dənə şaxta oldu. Hamısı töküldü elə. Nə yetişmişdi. Onun üçün keçən il çox da bir şey dərənmədi. Onun üçün bu ili gözlədiydi. Bu ilə belə yetişir və inşallah şaxta olmaz. Tam belə yetişərlər. Mən də məktəbə edirəm belə. Nəysə, nədən danışmaya? Söhbət yoxdur, onun üçün. Yay da gəlir. Həm də yavaşdan məktəblərdə tuturmayın az qalır. 2 ay falan. Mənə görə 1 ay. Baxırıq da. Amma aslında burada belə tez qutarmır sizdə kimi. Yəni Azərbaycanda belə 15 falan qutar. Burada max. Ən çox gedəcən gün 24-nə qədərdir. İyunun 24-nə qədər. İndi bura ilk gələndə belə bilməm 23 desəm qutardı, 24 falan. Belə konsert kimi şey elədilər. Tədbir açıldı. Sonra bir də bu keçən həsə desən tam 20-sində qutardılar. Mən dedim ki, hələ yox, qutarmaz. Onda burada elə ki, türklərə kimi karni sistemində. Bir şeye baxın. Miyav, pisi. Bölünüyor. Neyse. Bunlara türklərə kimi karni sistemidir. Yəni, bizdə var ya, yox, Azərbaycanda yəni. Amma burada var. Biz buraya ilk gələndə almışıq elə. Yəni, ilk gələndiyimizə görə belə 5 vermişlər. 5, 4, ən aşağı 3 vermişlər. Amma keçən isə getmədik, qaldıq. Getdiyimizdə də biz elə bilirik ki, tədbir eləyiblər, qutarıblar. Biz ən axırda getmişik. Karneləri də falan paylayıblar belə falan. Nəysə, özümü öldürüm ki, niyə tezdən getmədim? Allah, tezdən giderim, indi alarını qayıtlarım. Nəysə, yay qutardı tezdən, məktəb başladı bu il. Bir də baxın, Allah, indi verirlər karneləri. Baxdım yenə həmişə kimi. 3-4 almışam. Bu ildə baxacaq da indi. Yaxşı verməzlər, çünki az-baz test yazıram. Məsələn, yazdığım testlər odur ki, riyaziyyat. Sonra tarixdən 1-2 dənə falan yazıram. Bundan da belə baxın, tarixi maraqlıdır ya. Çox şey tarix olur. Deməli, bu Viyana kuşatmasını bəlkə işləyibsiniz də. Burada bu qanadlı Polşa əsgərləri adlı döyüş oldu. Yəni, qısaca döyüşün adı.
Husarus, belədir, Husarus. Ya bunun tarix dərsində müəllim keçirdi. Bu tarixi döyüşün adı nədir? Husarus. Bütün sinif mənə baxdı. Adım Hüseyn də onun üçün Husarus. Yəni mənim adıma oxşadı, hamı mənə baxdı. Neyse, burada böyle dini bayram olur dünənləri. Neydisə bilmirəm. Neyse, gelmişəm sentriyinə. Mənlər biz dəyişiblər. Dəyişib. Ətrafı göstərəm. Gün falan. Bir gün baxsaq, bəlkə idman müəllimimiz İnşallah bir futbol oynatdırar, yəni havaya bax. Havada bir indidir, amma indi 20 dərəcə olmalıdır. Max 20 dərəcə. Hə, gün ortayı demirəm, bay. Gün orta bir olar da 30 falan. Akşamı da olar, tabi baxarıq, neysə. Yəni, indi burada dərsdə ən axırıncı dərsdir. 7-ci dərs, uyda. İndi yadıma gəldi. 7-ci dərsimizdən baxın, havalar bəlkə istiləşir lab. İndi 20 çalıb 25 olar gün ortasında. Hə, neysə. Belə də bilirəm, yenə boş-boş danışıram. Burada belədir. Yumurtaların üstünü açıblar. Yumurta vardı burada. Taskaya görə qoymuşdur. Böyle bayraqları dəyişdirə bilər, dümdüz qoyublar. Tam istədiyim kimi. Keçən dəfə ayrı qoymuşlar belə. Nətər deyim? Polşa bayrağına oxşamırdı. Belə ayrı qoymuşlar belə. Monaco var ya, İndoneziya. O bayrağa oxşayır. Amma bu belə dik qalıb lap yaxşı görsən. Neysə. Gedirəm məktəbə. 6 dəqiqəlik videolu. Yəni 7 dəqiqəlik. Yavaşdan gedirəm məktəbə mən də. Gəldim küçəyə dönəcəm buradan. Sizə bura yaxın yerdə mənə görə. Mən yavaş yedirəm. Bir gün də gec çıxdım. 8:34. İndi xəfələm çataram. İndi gec çıxdım hələ. Mən gec gedirəm. Zəng vurulmalıdır indi. Neysə. Özü də birinci dərs ingilis dilində. Ayda. Zəhləm gedirdi ingilis dilində. Amma neysə, bir dərs dözürəm. Amma onu bildim ki, 4-cü gün mənə birdən-birə tez keçdi. Keçən həftənin 4-cü günü. Yəni təzə dərs başlamışdı. 10 dəqiqə keçmədi, dərs qutardı. Nə etdiniz ola? Bu 45 dəqiqə keçmişik. İkinci dərsdə elə 3, 4, 5 belə dərs günün sonuna gəldi üçün. Nə etdiniz ola? Məncə bu dərs qutarmağın bug'ını da tapdım. Amma 5-ci gün olmadı. 5-ci gün belə yapacaq kimi gec keçdi. Amma 4-cü gün belə tez keçməsən bug'ını tapdım. O gün ancaq yazı yazmalı dərslər var idi dəftərə. O dərslərdən ancaq yazı yazdım. Yazdım dedim, vaxt keçir. Nə yaxşı, ondan sonra yazı yazdım dedim. Neysə. Hə, neysə. Amma 5-ci gün çox da yazı yazmalı dərs yox idi. Normal gün idi. Onun üçün belə gec keçmişdik. Yavaşdan çalışmışam məktəbə. Belədir. Mənim də burada 2 ilim qalıb qutarmaya. 2 ildə baxacam da. Nətər qutararam, indi bitər. Burada 8-dəcəndir də. Hələ bildiniz mən sizə oxuyuram. Burada 8-dəcəndir. Mənim 2 ilim qalıbsa, hə, oldu. Belə də. Eşşək. Gözləmədi heç. Sonra baş verin. Mən gələm yavaşdan məktəbə. Burada dom kulturu var. Yəni bizim dildə deyəndə mədəniyyət evi. Elə bir şeydir. Burada nə oldu burada eləyirlər ha? Sinema ya belə göstəri falan. Belə şeydir ha. Gəlirlər burada eləyirlər hər şey. Neysə. Yavaşdan gəldim məktəbə çatdım. Qabaqda din müəllimi edir. Amma bizə bu keçmir. Bu keçən il bizə keçirdi. Daha bu il keçmir. Onun üçün başqa müəllim keçir. Bunun dərsində elə sakit qalırdılar. Belə nəfəs alma səsi bilə eşidilir bu dərsdə. Amma indi bu dərs ancaq cingəni edirlər bu il. Onun üçün belə də. Yollarımızı düzəldirlər. 2
kilsəmizə tikib qutardılar. Maraq eləməyin, xristiyan olmamışam. Yolum müsəlmanım da. Orta girəm kilsələrin içinə baxıram elə. Amma bunların belə deyil. Məsələn, belə bir şey olur ki, dərs boş olur. Kilsə ya dərs boş olmur da, belə dərs olanda, dərs olanda da, olmayanda müəllim uşaqları götürür, kilsəyə aparır, dua oxumaya falan. Amma biz getmirik. Yəni məndən qardaşım. Yəni biz müsəlmanıq, hara gedib, nə oxuyacağıq orada? Biz 30 lira edirlər məşrəbdə, siz gəlməyin, oturun baxçada. Nəysə, bir dərsi fırladır yazınız üçün. Nəysə, bu qədər video çəkdim. Belə ətrafı da çəkim. Yolu düzəldirlər. Tamam filan. Gəldim yavaşdan məşrəbə, buramı bağlayıblar. Yavaşdan içəri girirəm. Sağ ol, salamat qalın.